Kişi sözündəki Niyaz obrazı kimi, idmançı kimi məni filmdə tanıyırlar. Mən 180 kilonu 60 yaşında jim loj eləmişəm. Uzanan yerdə jim, o kinoda deyiləm. Mən həm də bugün mənim əməkdar məşqçim. Tələbələr arasında nazirlər də olub. Harada mən varamsa orada Qantel də var, odur. Darxanda bir stres keçirdəndə məni ancaq onlar sakit edir. Bakının Qasım bəy, mən bu kəndə gələndə siz yox idiniz. Öz yerində qalıb işdən qaldıra-qaldıra dərman satanməzdin. Kişi sözü, kişi sözü, kişinin sözüdür. Yəni boş söz deyil. Məsələ kişi olmaqdadır. Kişi sözü filminin müəllifi, rejissor kimi məni tanıyırlar. Bəlkə sifətdən hamı rejissor, həmçə kulis arxasında olur. Biləndə ki, mən həm də filmin rejissoruram, münasibətləri də təbii ki, maraq doğurur. Güləşdir, boksdur və sonralar da ağır atletikaya mən keçdim. Yaşa dolduqca idman keçir yavaş-yavaş bədən tərbiyəsinə. Eşq, sevgi və məhəbbət. Bunlar bir-biri ilə bağlı şeylərdir. Yəni, mənim bütün filmlərimə baxsınız, həyat tərzimə də baxsınız. Onların ana xətti məhəbbətin, eşqin və sevginin əsasında qurulub. Atalar da yaxşı deyib ki, ağzındakı söz sənindir, ağzından çıxdı özgənin. Mən 57-ci ildən kinodayam, əziz dostum. Bu illəri inşallah 69, gələn il 70 ili olur. Ki, mən 7 yaşından mən o şirin zəhərlə, mən kinonu şirin zəhər adlandırıram. Yəni, o vaxt məni Lətif Səfərov Azərbaycan Kinematografiya İttifaqının birinci sədri olub. O gəldi, tapdı, çəkdi Bakı və Bakılılar filmində. Bağçıda, 5 mərtəbənin altında 12 nömrəli, 12 sayılı bağça var və oraya gedirdim. 6 yaşım vardı. Filmin sonu mənimlə qutardı. Azərbaycanın gələcək gənci kimi. 13 yanvar 2026-cı ildə mənim 75 yaşım tamam oldu. İndi nə qədər yaşayacağım bilmirəm. Ancaq onu deməliyəm ki, mən bugünə qədər, yəni indi də çalışıram, bədən tərbiyəsi ilə məşğul olum. Ona görə yox, kişi sözündən sonra. İdmanla məşğul olmağa çalışıram. Bədən tərbiyəsi ilə məşğul olmağa çalışıram. Burada qantel gimnastikası, piyada gəzinti, musiqini dinləmə, hərdən bir yoga da eləyirəm. Yəni ki, bilirsiniz, çalışıram ki, bədən həmişə ruhu qoruyub saxlaya bilsin mənim ruhumu. İdmanla mən uşaq vaxtlarından məşğulam. 5-ci, 6-cı sinifdə oxuyurdum. Sinifdə yığışdıq, getdik bir gün ki, idmana yazılaq. Da elə idman növü qalmadı ki, mən məşğul olmayayım. Yəni, yoxlayırdıq hər dəfə özümüz ki, hara daha yaxşıdır. Güləşdir, boksdur və sonralar da ağır atletikaya mən keçdim. Mən həm də bugün mənim əməkdar məşqçim, mən özüm sonra bir idmançı professional kimi dünya və Avropa çempionu hazırlamışam. Ona görə də mənə əməkdar məşqçi adı bugünə qədər məndə qalır mənim üçün. O böyük bir məsuliyyətdir. Yəni, idman bilirsiniz, uşaqlıqda belə olur da, güc olsunuz. Sonra oxudu da gördüm ki, idman hücum yox, müdafiə üçün daha çox vacibdir. Çünki qəflətən olur, gözlənilməz hadisələr. Orada idmanın daha doğrusu sonralar başa düşün ki, bədən tərbiyəsi. Yaşa dolduqca idman keçir yavaş-yavaş bədən tərbiyəsinə. Təbii bu gün də məşğulam. Yəni ki, daha qabaqçı kimi yox. Evdə artıq idman zallarına gedə bilmirəm. Bir neçə obyektiv, subyektiv səbəbləri var. Amma evdə mənim bütün şəraitim var. Yəni ki, evdə bəziləri təngə gətirmirəm ki, bəs də bu dəmir-dümürü nə qədər olar? O kişi sözündədir, yığışdır bu dəmir-dümürü. Onu da getməyin məsləhətdir. Aptekin qapısını bağla, bu dəmir-dümürü də buradan yığışdır. Yəni, əsas belə böyük əzəllər adlanır da, o ayaqdır, qarın əzələsi. Yəni, bunları möhkəmləndirməyə çalışıram ki, insanın əsas hərəkətə gətirən, onu saz vəziyyətdə saxlayan bu əzəllərdir, böyük əzələr. Ən vacibi ayaqdır, hər şey ayaqdan başlayır. İstəyirsən ki, körəklərin, çiyinin, nə olsun, qolların ayaqdan başla. Yəni, belə bir fəlsəfə var idman və bədən tərbiyəsində. Adicə sadəcə gəzməkdir, üzməkdir. Mən vaterpolo oynamışam, üzmüşəm. Yəni, bu mənim həyat tərzim uşaqlıqdan həmişə mənə kömək eləyib. Turnikdən mən dartıma, turnikdən sallanıram ki, sustab sivəskalar deyirlər ki, onları mən dartıram ki, çünki yaşla
onurğa sümüyü oturur, onları heç olmasa səhmanlayım. Bir də qarı nəzərəsi eləyirəm ki, biraz möhkəm olsun. Çünki çox vacibdir, əyilir duranda, kürəkdir, odur. Bunlar çox vacib şeydir, amma ki, yaş öz sözünü deyir. Yəni ki, mən saat 4 saat məşq edirdim hər gün. 3 saat yarımdan tez çıxmırdım. Mənim tələbələrim də olub, onlarla məşq eləmişim. İndi çoxları böyük vəzifələrdə də adlarını çəkməyəcəm təbii. Amma onlar da deyir ki, Cahangir müəllim, biz sizin görəndə idmana olan həvəsinizi hörmət edirik. İncəsənət adamı əl-xüsus çox böyük həvəslə gəlirdik məşqlərə. Tələbələr arasında nazirlər də olub, sədrlər də olub, komitə sədrləri olub, adicə insanlar olub, yəni tanınmış yazıçılar, aktyorlar olub. Düzdür, çoxu axıra qədər gedə bilməyiblər. Hər halda nəfs və eqoizm onları çəkib ayırıb o sənətdən bəzi şəxsləri. Ancaq mən hesab edirəm ki, o düzgün deyil. Düzdür, ruhun da mənbəyi hələ bədən tərbiyəsində idmandadır. Bədən tərbiyəsi çox vacibdir. Hər bir sahədə, məsələn, tək incəsənətdə deyil. Yəni, incəsənət şəxsən mənim mənbəyimdir. Çox adamlar var. İndi mən sayılarını deyə bilmərəm ki, siyasətlə məşğul olur, elmlə məşğul olur, təbabətlə məşğul olur və s. Bütün ictimai şuur formalarında şəxslər var ki, bədən tərbiyəsinin mənasını və bilirlər ki, nədir, nə? O bizim məbədimizdir, hər bir kəsin. Ona qulluq eləmək lazımdır. Eləmirsə, onun problemidir. Eləyirsə, daha yaxşı. O cümlədən mən çalışıram ki, saxlayam. Yəni, heç olmasa formanı, mənim Allah hamıya qismət eləsin növə nəticələri, mənim nəticələrim var. İndi arzu edirəm ki, kötükçələri də görüm, ondan sonra dünyamı dəyişə bilərəm, heç olmasa. Bu il 40 illik idi. Gələn il 27-ci ildə mən 40 illiyində başlamışam çəkməyə. Yəni 86-cı ildə, 87-də ekranlara çıxıb kişi sözü. Kişi sözü odur ki, bütün sahədə kişi olmaq lazımdır, ədalətli olmaq lazımdır, mərhəmətli olmaq lazımdır. Əsas qulluq eləmək lazımdır vicdana, ruha, ədalətə və mərhəmətə, xeyirxahlığa. Bu çox vacib şeydir. Kişi sözü kişi sözüdür. Kişinin sözüdür, yəni boş söz deyil. Məsələ qəhrəman olmaqda deyil, zərbəçi olmaqda deyil. Məsələ kişi olmaqdadır. Əsas olan verdiyi sual başqa sualdır. Kişi sözü öz yerində, kişi kimidir. O qızlardan hansına evləndin? 3 nəfər onun sevgilisi olur da, biri anasını tapdığı, bir... Deyirəm, sadəcə siz filmə bir də diqqətlə baxın. Niyaz oturur maşının qapısında, öz maşınının. 3 yol ayrıcında fikrə gedir. Kəndə gedən yol, şəhərə gedən yol, bir də dağa uşaqlar gedirlər, məzələnib oynamağa, yəni ki, dincəlməyə. Oturur fikrə qərq olur, bilinmir. Çünki həyatda da olur da, problemlər olur. Oturur fikirləşir, hansını seçim. İndi ona da söz verib, anası da, özü də qalıb belə, axı bu fikirləşir, kişi sözünü, mən söz vermişəm. Bunların hansını evlərim? Yəni, bu çətin bir problem qarşısındadır. Deyir ki, ağıllı ilə müdrik adamın fərqi nədədir? Deyir, ağıllı adam, mən istədim filmdə, məsələn, qəbristanlıq səhnəsində mən orada fikirləşmişəm, gətirmişəm, orada çoxlu ssenari mənə inanırdı, yəni mən çox özümdən yazmışım, qəbristanlıqda görüşdə olmazdı. İstədim bir orada işlədim onu, sonra demək ki, uzun olar. Nə qədər fikir qısa olsa, bir o qədər aydın olar. Deyir, ağıllı adam həmişə, hər gün problemləri həll eləyə bilər. Ağıllıdır. Aha, bir dənə problem çıxdı, başı işləyir, düşünə bilir. Amma müdrik adam heç vaxt özü üçün problemi yaratmaz. Bilirsiniz, bu çox vacibdir. O nöqtəyi nəzərdən mən hesab edirəm ki, mən bir dəfə də demişəm, indi Asan xidmətə mənim çox böyük hörmətim var, yəni mən o sözü burada da deyəcəm. Mən çox sevinirəm ki, bizim o cür müdrik prezidentimiz var Azərbaycanın. O cavan yaşından müdrik, bütün hərəkətləri ədalətli və müdrikdir. Ona görə məndən bir dəfə sual verdilər ki, nə tövsiyə eləyərdiniz? Dedim ki, ancaq inanın, onun apardığı siyasətdə, onun xalq üçün düşüncələrinə Qarabağın arxitektoru da deyirlər ona. Mən deyərdim, nəinki Qarabağın, bütün Azərbaycanın ikinci gənc arxitektorudur. Yəni,
Heydər Əliyevdən sonra. Ona görə bu kişi sözü, yəni orada, bu müdrik sözünü mən istədim, bir dəfə orada işlədim. Qasım görüş təyin edir Solmazda, deyir, ona görə çağırmamışam ki, deyim, mən səni sevirəm. Mən ona görə çağırmışam, deyim ki, daha bu sonuncu görüşümüzdür, mən daha səni sevmirəm. Sevmirəm. Sənə qarşı olan məhəbbətimi bu qəbristanlıqda dəfn edib gedirəm. İstədim bu fikri orada da eləyim ki, mən təəssüf edirəm ki, müdrik olmamışam, Əjdər deməli idi. Ağıllı olmuşam, elə bilmişəm ki, qara poyusu taxdım, gəlib Niyazın qabağında mən karate ilə məşğul olmuşam, diplom alanda, oxuyanda. Mən ona qalib gələ biləcəm. Amma nə o lazım oldu, nə bu lazım oldu, sadəcə sağollaşır gedir. Yəni, müdrik olmaq çox vacibdir. Ona görə mən arzu edirəm ki, bu müdriklik sırğasını hər bir kəs, gənclər qulağında sırğa eləyib saxlasın. Bu çox vacib amildir. O cümlədən də əgər o müdrikdirsə, hər bir kəs, bayaq dedim, bütün ictimai şuur formalarında, qoy hər kəs öz bədən tərbiyəsində məşğul olsun. Lazımdır getsin, idman ustası olsun, neynəsin, nə bilim. O, xüsusi bir adamlar üçündür ki, hansılar ki, həyatlarının məqsəd qoyulur. Hər bir sahədə bədən tərbiyəsi ilə məşğul olmaq olar. Əlal xüsus yaşda. Danel mənim müəllimim kinematografiya institutunda. Hətta mən birinci kursda etüd da göstərdim. Qan giranı atırdım, 24 kilo olurlardı. Döşümdən saxlayırdım, salırdım. Etüd idi də belə tamaşa. Bizdə tapşırıq verirdi ki, mən özüm haqqında nə danışa bilərəm. Mən girilərlə başladım. Söz yox idi, ancaq dəmir dümür daşlarla. O vaxt Gerasimov idi, kafedra müdürü gəldi, məni qucaqladı, öpdü və ondan sonra da mənim talimi demək olar ki, kinematografiya institutunda həll elədi. Mən o cür bədənlə, mən bir dəfə səhnəyə çıxdım, Pyotr Çaykovun birinci konsertini çaldım, bir dəfə konsert idi, kinematografi tələbələri. Dedi, nə çalma? Dedim, birinci konserti Pyotr Çaykovun. Çıxdım, yar belə, qollarımda da şişmişdi belə, o muskullarına. Yəni, mən orada o vaxtdan sübut eləmək istəyirdim ki, incə sənətlə idman, bədən tərbiyəsi paralel yaşaya bilər. Və yalnız incə sənəti yoxdur, başqa sahələrdə. Kişi sözü filmində idmançı Niyaz və aptekdə işləyən işçi kimi, əlal xüsus idmançı kimi Niyaz rolunda çəkilməyə məni Georgi Danelya, mənim müəllimim Moskvada təklif verildi. Kişi sözünü çəkəndə, senarisini oxuyanda dedi, kimi çəkmək istəyirəm. Dedim ki, bir aktyor var, onu istəyirəm, fikrim var. Məlik Dadaşovun oğlu Rafaeli çəkmək istəyirdim. Dedi, yox, özüvü çək. Georgi Danelya kimi rejissor dedi ki, o rolda özüvü çək. Dedim, axı mənə çətin olar. Dedi, yox, o həm idmançıdır, həm də ki, aptekdə işləyir və həyat tərzi kimi də. Yəni, mən Moskvada oxuyanda da mənim otağımda da qantellər, Mozalanın direktoru, bədii rəhbəri olanda da kim gəlirdi mənim otağıma, ştanga, qantel otaq. Yəni, boş vaxt olan kimi mən onu istifadə edirdim ki, bir həyat tərzi kimi də. Yəni, elə bir sudur, yeməkdir. Hər vaxt imkanında ondan istifadə edirdim. Yəni, Danelyanın təşəbbüsü ilə məzun çəkdim. Nə bilim, necə aldım, onu tamaşaçılar bilir. Sadəcə bir dənə onu bilirəm ki, çoxu məni filmin rejissoru kimi yox, o filmdəki obraz kimi, aktyor kimi tanıyır. Baxşın Qasım bəy, mən bu kəndə gələndə siz yox idiniz. Kursdaydınız. Yoxsa sizdən mütləq icazə alardım. Bağışlayın, bilməmişəm. Balaca bir köşkdə işləmək üçün ev eşiyindən didərgin düşmüsən. Öz yerində qalıb işdən qaldıra-qaldıra dərman satan məzdin. Və sizin kəndin xəstələri necə olsun? Onlara köşk lazımdır yoxsa yox? Sağlam bədəndə sağlam ruh prinsipi necə sizcə lazım deyil, ha? Köşk lazımdır. Amma dərman satan yox. Amma o filmin müəllifi, Kişi sözü filminin müəllifi, rejissor kimi məni tanıyırlar. Bəlkə sifətdən hamı rejissor həmçə kulis arxasında olur. Biləndə ki, mən həm də filmin rejissoruram, münasibətlərdə təbii ki, maraq doğurur. Balaca uşaqlar vardı, maşın dağıcı qızanın. Böyük bir özəl bir firmanın böyüdürdü. Mənə canı mən tanımaz, üzrəm, yox, hardan tanıyım. Dedi, o balaca uşaq vardı, o Zaporojyesinin dalıcan qaçır, o mənəm. Mən də yadımda deyir, axı, 11. Dedim, çox yaxşı, hələ böyük, hələ gəlib çatımsansa,
Biz yığışardıq, Qasım gəlir filmin əvvəlində qışqırır. Dabadam, nağarı da çalır, gəlir belə. Poysu bağlayıb özündən razı halda. Bugünkü evimdə də var, harda mən varamsa orada qantel də var. Darxanda bir stres keçirdəndə məni ancaq onlar sakit edir. Balaca çəkilərdə, indi o deyir ki, mən qaldırdım, mən Moskvada mənim 60 illiyimi keçirdəndə yubiley mənim dostlarım vardı. Çağırmışlar, Bakıda da oldu, orada da. Mən 180 kilonu 60 yaşında jim loj eləmişəm. Uzanan yerdə jim, o kinoda eləyirəm. Hamısı mənətlər qalır, onda baba idim mən, onda nəvələrim var idi. Hələ onda nəticəm yox idi. Qüdsüdür, Papaqdır, Hacıqara, yeganə filmdir Azərbaycanda. Mirzə Fətəli Axundovun Hacı. Onda mən danışaram, indi vaxt yoxdur. Mən 3-cü rejissoram ki, onu götürüb başa çatdırmışam. Məndən qabaq 2 rejissor olub, onu çatdıra bilməyib başa. Və fəxr edirəm ki, o filmi mən sona yetirə bilmişəm. Çox filmlərim var, gənc qadının kişisi, bədii film. 20-30 dənə sənədli bədii filmlər çəkmişəm. Dialektika 20 adlı mən fəxr edirəm ki, Milli Olimpiya Komitəsində bizim prezidentimiz möhtərəm cənab İlham Əliyev haqqında onun fəaliyyəti, daha doğru idman sahəsindəki fəaliyyəti haqqında sənədli bədii film eləmişəm. Yəni bunlar bilirsiniz hamısı ürəkdən gələn şeylərdir. Yəni ki mən bu gün də, sabah da öz zəhmətimi, bacarığımı, istedadımı təmənnasız olaraq dövlətimə, xalqıma həmişə olduğu kimi verməyə hazıram. Mən hesab eləyirəm ki, mən musiqiyə də qulaq asıram, uşaqlarla da oynayıram, sakitliyə də qulaq asa bilirəm, pauzuya da qulaq asa bilirəm, gəzintiyə də, yəni hamısından zövq alıram. Mən hamısından zövq alıb və öz mərhəmətimi, öz sevgimi, öz evladlarıma, xalqıma təmənnasız olaraq ötürməyə, hər hansı bir yolla çalışmağa hazıram. Bu dünyada mənim 2 arzum qalıb. Bir ali məqsədim var, bir də məqsədim var. Allah qismət eləsə onları elə çatsam o arzuma, o özdə birinci mənim ali məqsədim mənim üçün xüsusi məsuliyyətdir. Ona çatmaq istəyirəm. Bir ikinci məqsədim də ki, inşallah Danel özü haqqında bir kitab yazıb ki, orada mənim ən sevimli tələbəsi kimi məndən yazıb. Biletsiz sərnişin, bir də ki, içki içən axıra qədər içib. Dastoymi Piyod adına. Yəni orada mənim həyatımdan ən sevimli tələbəsi kimi yazıb və bizim aramızda olan o ədalətli münasibətlərdən. Mən də elə bir kitaba oxşar öz həyatımdan yazmaq istəyirəm. Yəni öz həyatımdan sadəcə o bir dəfə darıxıb ona Fellini deyib ki, darıxma yəni, get otur ki, öz haqqında, öz taleyin haqqında kitab yaz. O doğrudan da adamı müalicə edir. Mən indi başlamışam yazmağa xırda-xırda. Təəssüf ki, ritmi, tempi biraz zəifdir. Çünki bəzən elə xəstəliklər də var ki, bunların mən adını çəkmək istəmirəm. Mən xəstəliyi, düzdür, var, məndə də var o xəstə, amma istəmirəm çəkəm. Çünki mən onlara qalib gəlməyə çalışıram. Ələlxüsus o xüsusi məsuliyyəti əldə eləyəndən sonra mərhəmətə və ruha qulluq eləyir. Adam var ki, egoizmə və nəfsə qulluq eləyir. Məndə heç o nə nəfs, nə egoizm maraqlandırmayıb. Məni maraqlandırıb 3 şey bu həyatda. Vətən, ailə, bir də səmimi dostluq. Yəni bu 3 şey mənim üçün çox müqəddəsdir. Mən gənclərə də onu tövsiyə edirəm ki, buradan başlamaq lazımdır. Məhəbbət çox vacib anlayışdır. Eşq, sevgi və məhəbbət. Bunlar bir-biri ilə bağlı şeylərdir. Yəni mənim bütün filmlərimə baxsınız, həyat tərzimə də baxsınız. Onların ana xətti məhəbbətin, eşqin və sevginin əsasında qurulub.